Hər vaxtınız xeyir. Bir qoca alimdən bir cavan oğlan soruşdu: Ey elmə sahib hökmran, bu günü, həftəni, ili, ayları, o uca dağları, coşqun çayları, hamımızın üstündə günəşi ayı, adı dünya olan sonsuz sarayı, cəmi bitkiləri, sıx ormanları, heyvanı, bəşəri, bütün canları, kim qurdu bu qədər mətin mükəmməl? Kimin hünəridir bu böyük əməl? Alim dostu idi çox dahilərin, özü rəhbəri idi neçə əsərin. Yenə köməyinə yetişdi elm, belə cavab verdi oğlana alim. Fövqəl bir yaradan mövcuddur oğul, onun məkanına yetişmir ağıl. Amma ki bu cürdür deyim biləsən, böyük yaradandan nişan görəsən. Elmin dəryası var uzaqlardadır, bütün suallara cavab oradadır. Baş vur dəryalara, incilər axtar, hələ bilmədiyiniz gör bir nələr var. Yalnız ibadətdə vermə vaxtını, kitablar yanında qurdur taxtını. Kitablar zəkaya bir yaraşıqdır, dünya qaranlıqsa elm işıqdır.